Tacir müəllim Bakıdan köçməyə hazırlaşır. Yəqin ki, Ağdama köçərdi. Hara köçər ki, Tacir müəllim? Bəli. Təbii ki, istinad edirəm Milli.az-a. Bir verilişdə təbii ki, ən böyük arzusunu dilə gətirib. Ümumiyyətlə, Tacir müəllim yaşda olan adamlar ki, yoxdur Ağdamdan, Zəngilandan, Füzulidən. Ümumiyyətlə, bu adamlar hər birisi ora dönmək istəyir, deyim sizə. Hamımız eləyik də, bəlli yaşdan sonra doğulduğumuz kəndə, rayona dönmək istəyirik, o evə dönmək istəyirik. Sənətin pik nöqtəsindəyəm, ona görə də şanslıyam, amma həyatda şanslı deyiləm. Çünki atam, babam 1905-ci ildən Ağdama gəliblər. Dəfələrlə müharibədə olublar. 1988-ci ildən qaçqın düşdük, evimiz məhv oldu. Amma prezident, şəhidlər və qazilər sayəsində Qarabağ qayıtdı. İndi itirdiyim Ağdam yoxdur, xarabalıq gördüm. İndi gözəlləşir. Bəli, deyir, yəni o vaxt gördüyüm Ağdam yox idi. Gedib ziyarət edib oraları, xarabalıqları görüb də, indi şükür Allaha. Deyir ki, abadlaşdırırlar, gözəlləşdirirlər. Yəni, indi gözəlləşib, biz də növbəti dəfələrdə köçəcəyik. Bizim də evimiz var, Bakıda evim var, Ağdamda yaşayacağım. Bu arzumdur, mənim arzum yurduma yaşamaq, ağaclar əkmək, Ağdamda, yenə də qeyd edib ki, Ağdamda yaşamaq ən böyük arzumdur. Allah arzunuzu həyata getirsin, Tacir müəllim.